Salam uşaqlar. Bugünkü izahımız 7-ci sinif iş dəftərindən səhifəsini qeyd edəcəm. Deməli, birinci sualdan başlayaq. Deyir, cümləni tamamla. Gedilən ümumi yolun, bu yolun gedilməsinə sərf olunan zamana nisbətinə orta sürət dedik. Nə deyir? Orta sürət deyir ki, gedilən ümumi yolun ümumi zamana nisbətinə bərabərdir. İkinci sualımıza baxaq. İblis fasilələrlə 15 dəqiqə ərzində 1,5 metr məsafə qət edir. Deməli, ümumi yolumuz 1,5 metr, ümumi də 15 dəqiqə vaxt sərf edib. Bunun orta sürətini hesablayın. Və diqqət etməliyik ki, burada zamanı bizə dəqiqə ilə verib, amma saatla istəyir. Deməli, biz bu dəqiqəni ilk öncə saata çevirək. T bərabərdir 15 dəqiqə. Bilirik ki, 15 dəqiqə saatın 4də biridir. Elə buna 4də 1 saat yazıram. 4də 1 saat. İndi bizə nəyi soruşur? Orta sürəti soruşur. Orta sürət dedik nədir? Gedilən ümumi yolun ümumi zamana nisbəti. Ümumi yolumuz neçə oldu? 1,5. Uşaqlar, 4də 1-i də 0,25 kimi yazım. 0,25. Vergüldən azad eləyək. Yəni 100-ə vuraq. Sürət və məxrəcə 100-ə vurduq. Elədir 150 bölünsün 25. Bu dedir 6 metr bölünsün saniyə. Deməli, orta sürətimiz 6 metr bölünsün saniyədir. Üçüncü suala baxırıq. Velosipedçi hərəkətə başladığı andan 25 saniyə sonra dayanır. Deməli, bunun ümumi zamanı 25 saniyə hərəkətdə olmuşdur. 25 saniyə. Və o bu müddət ərzində 200 metr məsafə, yəni ümumi yolumuzda 200 metr məsafədir. Və bizə orta sürəti soruşur. Dediyi orta sürətimiz nədir? Gedilən ümumi yol, yəni 200 bölünsün ümumi zaman, yəni 25. Bu da bərabərdir 8 metr bölünsün saniyə. Keçək 4-cü sualımıza. Avtomobil Beyləqan şəhərindən Füzuli şəhərinə 72 km bölünsün saat sürətlə. Bax, Beyləqandan deyir Füzuliyə 72 km bölünsün saat sürətlə. Və burada baxırıq ki, bu məsafəni 72 km gəlib. Deməli, uşaqlar, ümumiyyətcə kilometr bölünsün saat sözünün mənası o deməkdir ki, yəni 1 saatda neçə kilometr yol getmişdir. Bax, burada gələn deyir ki, 1 saatda 72 kilometr yol gedib. Füzulidən Şuşaya isə 64 kilometr bölünsün saat sürətlə. Yəni 1 saata 64 kilometr yol getmişdir. Bizə nə soruşur? Orta sürəti soruşur. Orta sürətini tapaq. Dedik, orta sürəti tapmaq üçün ən birinci düsturumuz, ana düstur deyirik ona. Ən birinci düsturumuzu yazırıq. L ümumi bölünsün T ümumi. Birinci düsturumuz. Sonra nə deyir? Ümumi yol. Baxaq, 72 km burada gedib, 64 km burada. Yəni 72 üzərinə gəlsin 64. Bəs sahada gələndə uşaqlar dedik 1 saat burada yol gedib. 1 saat da burada. Deməli, cavabı 1 üstə gələk 1, 2 saat. Onda orta sürətimiz bərabərdir. Bu eləyir 136 bölünsün 2. O da bərabərdir. Neçə dəfə eləyir? 68 metr bölünsün saniyə. Deməli, ümumilikdə orta sürət 68 metr bölünsün saniyə. Bakıdan hərəkətə başlayan sürət qatarı 3 saat 20 dəqiqə ərzində Qəbələyə çatır. Bu iki şəhər arasında dəmir yolunun uzunluğu 300 kilometrdir. Qatarın orta sürətini tapın və cavabı metr bölünsün saniyə ilə ifadə edin. Uşaqlar, metr bölünsün saniyə deyir və hər iki kəmiyyəti də görürük ki, fərqlidir. Gəlin ilk öncə biz 3 saat 20 dəqiqəni saniyə çevirək. Yəni zaman bərabərdir 3 saat 3 vurulsun 1 saatımız 3600 saniyədir. Üzərinə gəlinsin. Bax, bu saat. Üzərinə gəlsin, 20 dəqiqəni çevirək. 20 vurulsun. Uşaqlar, 1 dəqiqəmiz 60 saniyədir. 20 vurulsun 60. Gəlin sadəlik üçün bunu da bir nəyə çıxarda bilərik? 60-ı ortaq məxrəc çıxardaq, mörtəzə xərcini çıxardaq 60-ı. Burada nə qalar? Bax, burada qalar 60. 60-ı da 3-ə vururuq, elə 180.
üzərinə gəlir. Buradan da 60'ı çıxarsaq eləyir nə? 20. Yəni nə aldı? Belə də saxlayaq. Yaxşı, 200 dayan bir dəqiqə. Bərabər. Bura elədi 200 uşaqlar. 200 ona vuranda eləyir 12.000 saniyə. Yəqin ki, səhv eləmədik. Hesablamadım. Zamanımızı tapdıq ki, 12.000 saniyə. Nəyi soruşur? Orta sürəti tapın. Orta sürəti tapmaq üçün dedik, nə etməliyik? Gedilən ümumi yolu ümumi zamana bölməliyik. Ümumi yolumuza baxaq. Uşaqlar 300 kilometrdir. Bunu da burada çevirək. 300 kilometr deyəndə nə elədik? 1000-ə vururuq. Bölünsün neçə? 12.000. 3 0 buradan, 3 0 da buradan. Bərabərdir. Sonra nəyə? 6'ya bölək 2, 6'ya bölək 50, 50'ni də 2'yə böləndə 25 metr bölünsün saniyə. Deməli, orta sürətimiz 25 metr bölünsün saniyə. Diqqətli olduq nəyə? Saat, dəqiqə, bunları mütləq çevirdik, bir də kilometr. Çünki bizə cavabı metr bölünsün saniyə ilə istəyirdi. 6-cı suala baxırıq. Palçıq vulkanlarını görməyə gedən turistlər Bakıdan Qobustana qədər 44 kilometr yol qət edirlər. Onlar bu yola 1 saat vaxt sərf etdiyinə görə orta sürəti tapın. Yenə orta sürət dedik ki, gedilən ümumi yol. Nə qədər yol gediblər? 94 kilometr. Nə qədər vaxtda ümumi? 1 saata. Deməli, burada ilə 94 kilometr bölünsün saat. Orta sürətimiz 94 kilometr bölünsün saata bərabər. 7-ci suala baxırıq. Avtomobil 1 dəqiqə ərzində 36 kilometr bölünsün saat. 50 saniyə ərzində 12 metr bölünsün saniyə. 1,5 dəqiqə ərzində isə 72 kilometr bölünsün saat sürətlə hərəkət edib. Bütün yolda avtomobilin orta sürətini tapın. Uşaqlar dedik, orta sürətin ümumi bir dənə düsturunu yazaq, ilk düsturunu. L ümumi bölünsün T ümumi. Diqqətli baxırıq ki, baxın zamanlar var. 1 dəqiqə, 50 saniyə, sonra isə 1,5 dəqiqə. Yəni zamanlarımız var. Amma bizim ümumi yolumuz yoxdur. Biz ümumi yola nə yaza bilərik ya uşaqlar? Ümumi yola T'miz var, V'miz var. Onda gəlin ümumi yola V1 T1 üzərinə gəlinsin V2 T2 üzərinə gəlinsin V3 T3. Zamanlarımızda ümumi var. Yəni T1 üzərinə gəl T2, o da üzərinə gəl T3. Hər bir kəmiyyətimiz var, yerinə qoyub yazaq. Lakin yerinə qoyub yazmazdan qabaq nə etməliyəm? Bütün kəmiyyətləri eyni bir vahidə gətirməliyəm. Gəlin, zamanların hamısını saniyə, sürətlərin də hamısını metr bölünsün saniyə çevirək. İndi diqqətli başlıqlarına yazım. Qoyub buranı belə qısaca belə təmizləyim. Nə dedik? 1 dəqiqəmiz, uşaqlar, 1 dəqiqənin yerinə gəlin 60 saniyə yazaq. 36 kilometr bölünsün saatın yerinə 18-də 5'ə vursaq, bunu 10 metr bölünsün saniyə. Bax, bu saniyədir, tərpətmirəm, saniyədir. 12 metr bölünsün saniyə, tərpətmirəm, 12 metr bölünsün saniyə. 1,5 dəqiqəni, 1 dəqiqəmiz 60 saniyə, yarımı da 30, bu deyilir 90 saniyə. 72 kilometr bölünsün saat. Bunu da 18'ə 5'ə vuranda olur 20 metr bölünsün saniyə. İndi hər bir kəmiyyətimiz var, yerinə qoyub hesablamamız qaldı. Baxaq, zamanlara diqqət eləyək. 60, üzərinə gəlinsin 50, üzərinə gəlinsin 90. Sürətimizə baxaq. V1'imiz neçə oldu? 10 vurulsun 60. Üzərinə gəl. İkinci, 50 vurulsun 12. Üzərinə gəl. 90 vurulsun 20. Bərabərdir. Neçələrdir uşaqlar? Bax, bu edir 600. 12'ni 5'ə vuranda 60, bu edir 600. 9 dəfə 2, 18, bu edir 1800. Bunlar neçə edir uşaqlar? Deməli, dedik bu edir 110, 90 da gələndə 200. Sürətə baxaq. Bundan bu 1200, 1800 də gələndə 3000 bölünsün 200. 2 sıfırlar gedər, cavab 15 metr bölünsün saniyə.
Deməli, ümumi yolumuz, ümumi sürətimiz 15 metr bölünsün saniyə. Sadəcə olaraq diqqətli olub hesablamalarda diqqətli olmalıyıq. Keçək 8-ci suala. 8-ci sualda nə deyir? A nöqtəsindən B nöqtəsinə 36 km bölünsün saat sürətlə hərəkət edən avtomobil B-dən A-ya 30 metr bölünsün saat sürətlə qayıdır. Bütün yolda orta sürəti tapın. İlk öncə görürəm ki, bu kilometr bölünsün saatı çevrəndə bir də hesablamayaq. 10 metr bölünsün saniyə, onu da dedim 18-ə 5-ə vurmaqla. Sonra nə baxıram uşaqlar? Baxıram ki, A-dan B-yə gəlib, bir də yenidən B-dən A-ya qayıdıb. Bizim orta sürətimizdə yollar bərabər olanda, yəni L1 bərabər L2 olanda bizim bir dənə də düsturumuz var idi. Baxın, A-dan gəlib B-yə, bu bir L1, sonradan B-dən də qayıdıb A-ya, yəni bu da L2. Görürəm ki, L1 ilə L2 bərabərdir. Bu zaman orta sürətimizin bir düsturu var. Əgər yollar bərabərdirsə, 2V1 V2 bölünsün V1 üzərinə gəlsin V2. Hər bir kəmiyyətimiz var, yerinə qoyub həll edək. 2 vurulsun. V1-imiz 10, V2-miz 30. 10 üstə gələk, 30 bu da eləyir 40. Bax, 20 ilə 40 gedər 2, 30-u da 2-yə bölündə 15 metr bölünsün saniyə. Deməli, nə dedik uşaqlar? Yollar bərabər olanda düsturumuz orta sürətimizin düsturu 2V1 V2 bölünsün V1 üstə gələk V2. Bir də var idi, zamanlar bərabərdirsə, zamanın birinci yarısında, ikinci yarısında, əgər bu sözlər varsa, yəni zamanı bərabər bölürsə, bu zaman orta sürətimiz sadəcə olaraq V1 üzərinə gəlsin V2 bölünsün 2. 3 dənədirsə, V1 üzərinə gəl V2 üzərinə gəl V3 bölünsün 3. 9-cu suala baxırıq. Sürət zaman qrafikindən istifadə edərək 10 saniyə ərzində orta sürəti tapın. Yenə orta sürətin düsturunu nəyi soruşur onu yazmalıyıq mütləq. Anlayaq biz ki, nəyi soruşur bizdən. Yazdıq. Bəs burada nəyimiz var? Bax, 10 saniyə ərzində yazdım. Məxrəcim 10 saniyə. Bəs mən 10 saniyədə nə qədər yol getmişəm? VT qrafikində biz dedik ki, yolu tapmaq üçün S bərabərdir VT. Hasil şəklində olan kəmiyyətlər nəyini tapırdıq? Sahəsini tapırdıq. Yəni, bu fiqurun sahəsi mənə verər yolu. Bu fiqurada baxıram ki, bu bir düz bucaqlı üç bucaqdır. Katetlərinin, bax, bir kateti bu, bir kateti də bu. Katetlərinin hasilinin yarısına. Bir kateti yazaq. S bərabərdir. Katetləri nə oldu bu? Paraleldə köçürürük. Baxın, bura deməli 30. Vurulsun. Alttaki kateti 10 bölünsün 2. Bundan bu da gedir 5. Bu gedir 150 metr. Deməli 10 saniyədə 150 metr gedib. Aparırıq indi. Düsturumuzda qoyuruq. 150. Bu dedər 15 metr bölünsün saniyə. Deməli bu 10 saniyədə orta sürəti 15 metr bölünsün saniyə olmuşdur. Gəldik 10-cu sualımıza. Qatar yola sərf olunan zamanın birinci yarısında. Baxın, nə deyir? Zamanın birinci yarısında 20 ilə, ikinci yarısında 30 ilə getmişdir. Orta sürətin hesabını. Bayaqki düstur. İndi zamanları bərabər verib. Dedik, düsturumuz nədir? V orta bərabərdir. V1 üzərinə gəlinsin. V2 bölünsün 2. V1'imiz 20 üzərinə gəlsin. 30 bölünsün 2. Bu dedir 50 bölünsün 2. Cavab 25 metr bölünsün saniyə. Təkrarlayıram. Zamanlar bərabərdirsə V1 üzərinə gəl V2 bölünsün 2. Yollar bərabərdirsə 2 V1 V2 bölünsün V1 üzərinə gəl V2. 11-ci suala nə deyir? Yenə orta sürəti soruşur. Baxıram uşaqlar. 10 saniyə ərzində orta sürəti soruşur. Bu fiqur yenə fiqurun sahəsi mənə verir ümumi yolu. Ümumi yolu tapanda dedik ki, bu düz bucaqlı üç bucaqdır. Katetlərin hasilinin yarısı və yaxud da 2də 1 AH. 20 vurulsun 10 bölünsün 2. Bu dedir 100 metr məsafəmiz. Orta sürətimiz dedik nədir? Gedilən ümumi yolun zamana nisbəti. Yolumuzu dedik neçə tapdıq? 100 metr tapdıq. Zamanımız da 10. Deməli 10 metr bölünsün saniyə. Orta sürətimiz bərabərdir. 12-ci suala baxırıq. Velosipedçi 2 dəqiqə ərzində 8 metr bölünsün saniyə.
Növbəti 30 saniyə ərzində 36 km/saat sürətlə hərəkət edir. Ümumi yolda orta sürəti tapın. Orta sürət dedik. El ümumi yolun bölünsün ümumi zamana. Yenə baxıram ki, yolum yoxdur, amma mənim zamanım var, sürətim var. Zamanım var, sürətim var. Deməli, mən hansı düsturdan istifadə etməliyim? Elin yerinə yazacağım V1, T1, üzərinə gəl, V2, T2. Bölünsün, T1 üzərinə gəlsin, T2. Bərabərdir. Gəlin bu 2 dəqiqəni də saniyə çevirək. Yəni 2 dəqiqənin yerinə 120 saniyə yazaq. 120 saniyə yazaq. Deməli 8 vurulsun. Sürətimiz 8. Zamanımız neçə dedik? 120 saniyə. Üzərinə gəlinsin. Yəni sürətim 36 kilometr. Bunu metr bölünsün saniyə çevirdik. Elədi 10. Vurulsun. Zamanımız 30. Deməli 120 zamanın yerinə 120 də üstə gəlinsin. 30. Bərabərdir. Hesablamamızı aparaq. Məxrəcimiz edir 150. Uşaqlar, buradan hər ikisindən ortaq məxrəc çıxardım. 30. Bu da 30 çıxardanda bu el 24. 4 dəfə 8, 32. Buradan da 30 çıxdım 10. Bununla da bu gedir. Bu da qalır 5. Bərabərdir. Neçədir uşaqlar? 42. 42-ni də bölürəm 5-ə. Edir 8 tam. Onda 8 5 40. 20-nin də içində 4 dəfə. 8 tam onda 4 metr bölünsün saniyə. İnşallah ki hesablamada səhvim olmaz. Olsa da eyb yox. Siz düzəldin. Orta sürəti 25 metr bölünsün saniyə olan avtomobilin 5 dəqiqə ərzində getdiyi yolu tapın. İndi bizə orta sürəti verib, gedilən ümumi yolu soruçur. Bölünsün zaman. Ümumi yolu tapanda nə edirik? Ümumi yolu tapanda orta sürəti zamana vururuq. Orta sürətimiz deyir 25 metr bölünsün saniyə. 5 dəqiqə, dəqiqəni biz həmişə nə edirik? Saniyə çeviririk. Vurulsun 60. Bu dedir. Nə elədir uşaqlar? Bu elədir, deməli 65, 30, 300. 300 də vursaq 75. Dalında 2 dənə də 0. Nə? Metr. Və biz bunu gəlin kilometrə çevirsək 7,5 kilometr. Yəni 1000-ə bölsək 7,5 kilometr ümumi yol getmişdir. Sonra keçək 14-cü. Yox, bitdi bu. Orta sürətimiz bitdi. Ümumiləşdirici tapşırıqlara keçək. Verilmiş sözlərdən istifadə edərək mətni tamamla. Formasına görə trayektoriya əyri xətli və düz xətli ola bilər. Hərəkət zamanı yol heç vaxt sıfır ola bilməz. Yəni mən zaman keçir, hərəkət edirəmsə yol necə sıfır olsun? Sonra vektorial kəmiyyətdir. Bu uşaqlar gəlir yer dəyişmə. Yer dəyişmə. Yəni həm istiqaməti, həm ədədi qiyməti var. BSD yol və yer dəyişmənin vahidi metrdir. Yer dəyişmənin vahidi metrdir. Yer dəyişmə sıfır ola bilər. Nə zaman yer dəyişmə sıfır ola bilər uşaqlar? Məsəl üçün, A məntəqəsindən hərəkətə başlamışam. Müəyyən bir gedib gəlmişəm, yenə A gəlmişəm A məntəqəsinə. Müəyyən bir yol qət etmişəm, amma mənim yer dəyişməm nəyə bərabərdir? Sıfır. Dedik, yer dəyişmənin tərifini yadımıza salaq. Başlanğıc və son nöqtəsi. Yer dəyişmə, burada başlanğıc və son nöqtə üst-üstə düzülür. Yer dəyişmənin ümumi tərifi dedik ki, cismin başlanğıc və son nöqtəsini birləşdirən istiqamətlənmiş düz xətt parçasına yer dəyişmə deyilir. İkinci suala baxaq, nə deyir bizdə? Verilmiş qrafiklərdən hansı cismin yol zaman qrafiki ola bilməz cavabınızı əsaslandırın. Dedik uşaqlar, zaman keçdikcə, baxın zaman keçir, hər ikisində zaman irəliləyir. Sıfırdan zaman irəliləyir. Zaman irəlilədikcə mən hərəkət edirəmsə, deməli mənim yolum artmalıdır, məsafəm artmalıdır. Məsafə heç vaxt azala bilməz. Məsafə həmişə nə olmalıdır? Artmalıdır. Yenə deyirəm, zaman keçdikcə mən hərəkət edirəmsə, müəyyən bir sürətim varsa və LT-dən düz asılıdır, bilirik ki, bu bərabər sürətlə hərəkətdir. Bərabər sürətlə hərəkətdə dedik ki, yolum get-gedə artmalıdır. Ne deyir? Üçüncü sualda.
Avtobus gün ərzində bir şəhərdən digər şəhərə və əksinə sərnişin daşıyır. Bax, bir şəhərdən digər şəhərə sərnişin daşıyır. Bu müddətdə aşağıdakı qəmiyyətlərdən hansı sıfır ola bilər? Yol, uşaqlar, mən hərəkət edirəmsə, yol heç vaxt sıfır ola bilməz. Yer dəyişmə, bəli, müəyyən zamanda olar. Hansı zamanda? Gedir və deyir, əksinə daşıyır. Gəlir, əksinə daşıyır A məntəqəsinə. Bax, bu zaman yer dəyişmə sıfır ola bilər. Uşaqlar, təcil, mütləq ki, sıfır ola bilər desəydi, bax, təcil, mən burada məlumat verməyib də, bu avtobus yeyinləşən hərəkət edir, yavaşlayan hərəkət edir, yoxsa bərabər sürətlə hərəkət edir. Yəni, sıfır ola bilər, təcil ola bilər. Nə zaman? Əgər mənim avtobusum bərabər sürətlə hərəkət etsə, bu zaman, bəli, bu zaman mənim təcilim sıfır ola bilər. Yola görə sürət, mənim yolum sıfır deyilsə, yola görə sürətim də sıfır ola bilməz. Yer dəyişməyə görə sürət, bəli. Bəzən dedik, yer dəyişmə sıfır olarsa, mənim yer dəyişməyə görə sürətim də sıfır ola bilər. Dördüncü suala baxaq. Aşağıdakilərdən hansı sürətin vahidləridir? Sürətin vahidləri, baxın, dəqiqə bölünsün saniyə. Saniyə zamanın vahididir, olmaz. Metr bölünsün saniyə, metr yolun vahididir, olmaz. Kilometr bölünsün saat, olar. Deməli, cavabımız 1, 3 və 5. M nöqtəsində hərəkətə başlayan avtomobilin hərəkət trayektoriyası şəkildəki kimidir? Avtomobilin istiqamətini dəyişdiyi döngələr düzbucaq şəklini təşkil edir. Avtomobilin yola görə sürəti avtomobilin, bax, L bölünsün T-si, 20 metr bölünsün saniyədir. Onun hərəkətə sərf etdiyi zamanı və yer dəyişməyə görə sürətini tapın. Hərəkətə sərf etdiyi zamanı, uşaqlar, gəlin biz yola görə sürətini tapanda, gedilən ümumi yolun ümumi zamana nisbəti. Yəni, dedik ümumi yol. Ümumi yolu görək nə qədər yol gedib, uşaqlar. Bax, 400, 600. Bu ikisi elədir 1000. Gəlib buradan 2000. Burada gəlib 1000. Deməli, 1000 eləyir 2000. 2000 də yuxarıda gedib 4000 metr yol getmişdir. Nə qədər? 4000 metr yol getmişdir. Zamanı bilmir, məndən istəyir. Bərabərdir 20. Buradan T-ni tapanda eləyir 200 saniyə. Deməli, ümumi vaxta 200 saniyə. İndi sonra bizə nə deyir? Zamanı tapdıq. Yer dəyişməyə görə sürət. Uşaqlar, yer dəyişməyə görə sürət vektorialdır. Yer dəyişmə bölünsün zaman. Zamanı tapdıq 200. Bəs yer dəyişmə necə tapırıq? Yer dəyişmə dedik ki, başlanğıc vəziyyəti ilə son vəziyyətini birləşdirir. Yəni, başlanmışam M-də, bitirmişəm N-də. Bu arasındakı məsafəni tapmaq üçün 400 ilə 400-ü toplayaram, edər 800 və 2 kilometr, yəni 2000-dən də çıxaram 800-ü, alaram aradakı x-i, o deyər 1200 metr. Bunu da yazırıq 1200. Bunlar da böləndə cavabımız 6 metr bölünsün saniyə. Deməli, yola görə sürətim 20 metr bölünsün saniyə, yer dəyişməyə görə sürətim 6 metr bölünsün saniyə. 6-cı suala baxaq. Cismin M nöqtəsindən M nöqtəsinə 20 saniyə ərzində gəlir. Yəni, bu ümumi yola sərf etdiyi zaman 20 saniyədir. Onun hərəkət trayektoriyası uzunluğu 32 metr olan çevrənin bir hissəsindən gedir. Diqqətli olaq. Onun hərəkət trayektoriyası uzunluğu 32 metr olan çevrənin. Yəni, çevrənin ümumilikdə uzunluğu 32 metrdir deyir. Buna diqqət olaq. M və M nöqtələri arasındakı ən qısa məsafə 30-dur. Ən qısa məsafə, yəni bunlar arasında yer dəyişməsidir. 32 metrdir, 30 metrdir. 30 metrdir. İndi bizə nəyi soruşur?
Yola görə sürəti hesabla. Uşaqlar, yola görə sürəti hesablamaq üçün mən əvvəlcə yolumu tapmalıyam ki, nə qədərdir? Bax, 15 metr burada gedib. Bu düz xəttdir 8 metr. Bura aşağı en gələnə kimi 9 metr. Mənim nəyim qaldı uşaqlar? Mən hansı məsafəni bilmirəm? Bax, bu çevrənin 1/4-ni nə qədər gedim onu bilmirəm. Bunu bilmək üçün bizə bir ipucu verir. Deyir ki, uzunluğu 32 olan çevrə. Deməli, bu çevrənin ümumi uzunluğu 32-dir. Bəs bu da bilirik ki, çevrənin 1/4-idir. Yəni, baxın, bunu 4 yerə bölsək, 4 üstə 32-dirsə, onda bir hissəyə nə düşür? 8 düşür. Çünki 8 dəfə 4 32 eləyir də. Ümumi yolunda necə tapırıq? Ümumi yol bərabərdir. 15 üzərinə gəlsin 8. Üzərinə gəlsin, bax, buradakı 8 və üzərinə gəlsin 9 metr. Bu da edir, uşaqlar quruluşqamı dəyişim. 40 metr. İndi bizə nə deyildi? Yola görə sürəti tapın. Yola görə sürət bərabərdir. Gedilən yolun zamana nisbəti. Gedilən yol nə qədər yol getdi? 40 metr yol getdi. Ümumi zamanı bizə vermişdi 20 saniyə. Deməli, yola görə sürəti 2 metr bölünsün saniyə. Sonra nə deyir? Yer dəyişməyə görə sürəti. Yer dəyişməyə görə sürəti vektorial kəmiyyət bərabərdir. Yer dəyişmə bölünsün zaman. Bizə yer dəyişmə nə demiş uşaqlar? Ən qısa məsafə dedi 30'dur. Yəni 30 bölünsün. Ümumi zamanımız neçədir? 20 saniyə. Bu dedi 1,5 metr bölünsün saniyə. Bu qədər. 7-ci suala baxaq. İki avtomobildən biri 22 metr bölünsün saniyə sürətlə, digər isə 18 metr bölünsün saniyə sürətlə qarşı-qarşıya hərəkət edir. Başlanğıc anda onlar arasındakı məsafə 10,8 kilometr olarsa, avtomobillər neçə saniyədən sonra qarşılaşarlar? Uşaqlar, ilk öncə baxırıq ki, biri 18 ilə gəlib, biri 22 ilə gəlib. Ən çox hansı sürətə, hansı daha çox yol gedir? Əlbəttə ki, qırmızı avtomobil, yəni 22, sürəti 22 olan. Deyək gəlib uşaqlar, məsəl üçün, gəlib bax bu nöqtədə onlar bir-birinə qarşılaşırlar. Bu zaman gəlin deyək ki, mavi avtomobil x qədər yol gedərsə, qırmızı avtomobil isə 10,8 çıxılsın x qədər yol gedər. Diqqətli baxaq, hər ikisini toplayın, 10,8 eləyəcək bunlar arasındakı məsafə. Deməli, biri x qədər yol gedir, biri 10,8 çıxar x qədər yol gedir. İndi hər ikisini bərabər sürətlə deyir. Bir dəqiqə, iki avtomobillərdən sürəti. Aha. İndi bunların biz dedik ki, yol nəyə bərabərdir? Sürət vurulsun zaman. Uşaqlar, bunların zamanları bir-birinə bərabərdir. Niyə bərabərdir? Çünki eyni anda görüşürlər də. Zamanları eyni anda görüşürlər. Zamanları bir-birinə bərabərdirsə, onda yazaq uşaqlar. Bax, burada t bərabərdir. Nə yazacağım? L bölünsün v. İndi hər ikisi üçün yazacağım. Yazıram. Birincinin getdiyi yol neçədir uşaqlar? X. Birincinin sürəti neçədir? 18. Bərabərdir. T1 bərabər, baxın, T1 bərabər T2-ni yazıram. T1-i yazdım. İndi T2-ni yazıram. T2-nin yerinə uşaqlar, gəlin bunu metrə çevirək bir də. Bu qaldı metrə çevirmədik. Yazaq. Yəni, minə vuraq, edər 10.800 çıxılsın x. Deməli, yolumuz olur 10.800 çıxılsın x. Bölünsün sürətim neçədir? 22. Çarpaz vurub bir dənə həll edək. Sadələşdirmək üçün bax 2-yə bölərəm 9, 2-yə bölərəm 11. İndi çarpaz vurum bir dənə həll edeyim. Uşaqlar, hesapladım, amma mən diqqətsizlik elədim. Nəyi soruşurdu məndən? Onlar neçə saniyə sonra qarşılaşarlar soruşurdu. Yerinə qoyub hesablayacağım sonradan. Deməli, dedik ki, hesabladıq uşaqlar, çarpaz vurduq. Tapdıq ki, x-imiz eləyir 4860. Hər hansı birini yerinə qoyarıq. Gəlin elə birincini yerinə qoyaq. Zamanı tapırdıq buradan. Zaman nəyə bərabərdir? L bölünsün və L-i neçə tapdım uşaqlar? 4860 və sürətin birinci halda sürətim 18. Bu dedər 270 nə saniyə.
Deməli 270 saniyədən sonra bunlar görüşərlər. Diqqətli bir dənə baxarıq. Deməli birinə x dedik, birinə məsafəyə görə 10.800 çıxılsın x dedik. Sonra zamanlar bir-birinə bərabər, yəni eyni saniyədə, eyni vaxtda görüşdüyünə görə zamanlar bir-birinə bərabər. L bölünsün V-dən, hər ikisinin L bölünsün V və L bölünsün V-ləri bir-birinə bərabərləşdirib x-i tapdıq. Sonra zamanını soruşduğuna görə ikincidə də qoyub yerinə yaza bilərdik. Amma elə birincidə sadədir, birincidə yenə qoyub yazdıq. Yəni cavabımız 270. 7-ci sualda işlədik. 8-də. 8-ci sual. Nə deyir uşaqlar? Uyğunluğu müəyyən edin. Yavaşlayan hərəkət, bərabər sürətli hərəkət, yeyinləşən. Adından görüldüyü kimi yavaşlayan hərəkət. Yavaşlayanda zaman keçdikcə sürətim azalmalıdır. Sürətim azalmalıdır. Bax bu 0, yəni T oxuna yaxınlaşmalıdır. Bir dənə T oxuna yaxınlaşan B. Deməli, bax yavaşlayan oldu B. Bərabər sürətli zaman keçir və sürətim olduğu yerdə qalır. Bir V sürəti deyək. V sürəti olduğu yerdə qalır. Zaman keçir, amma sürət bərabər olur. Bərabər sürətli hərəkət D. Yeyinləşən hərəkət. Yeyinləşən dedik ki, nə olmalıdır? Sürət zaman keçdikcə sürətim nə olur? Artır. Burada da zaman keçdikcə sürətim nə olur? Artır. Yəni, üçüncüyə A və C gedir. Deməli, yeyinləşən olanda T oxundan uzaqlaşır, yavaşlayan olanda T oxuna yaxınlaşır. Bax, buradan da ola bilər. Buradan da ola bilər. Bax, bu hər ikisi aşağıda mənfidə yazılmağına baxmayaq. Mənfi sadəcə olaraq bunun x oxunun əksilə olduğunu bildirir. Bu da x oxunun əksinə yeyinləşən hərəkətdir. Yəni, T oxundan uzaqlaşırsa, yeyinləşən, T oxuna yaxınlaşırsa, yavaşlayan hərəkət olar. Deməli, nə oldu? 1B, 2D, 3AC. 9-cu suala baxaq. Deyir, yol zaman qrafiki aşağıdakı verilmiş cisim üçün müəyyən edək. Nə soruşur bizdən? Birinci, yola görə sürəti hesablayın. Yola görə sürət. Uşaqlar, sürət nə idi? Gedilən yolun zamana nisbəti. Bax, hər hansı istədiyimiz bir nöqtə. Burada da götürsək bərabər alınır. Çünki bu bərabər sürətli hərəkətdir. 60-ı bölürük 5-ə, cavabımız 12 metr bölünsün saniyə. Təcili hesabla. Uşaqlar, təcil nə idi? Sürət dəyişməsinin zamana nisbəti. Nə deyirik bu? L T-dən asılı qrafikində düz asıllıqsa, deməli bu zaman bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə də sürət zamandan asılı deyil. Yəni, sürət dəyişməsi yoxdur. Sürət dəyişməsi yoxdursa, onda təcilin 0-a bərabərdir. Sürət zamanı qrafikini qurdum artıq mən. Bunda da C yazaq. Bu C-nindir. Və burada da yazmalıyıq 12. Bura metr bölünsün saniyə. Bura isə aşağı saniyə. 30 dəqiqə ərzində gedilən yolu tapın. Nəyi soruşur uşaqlar bizə? Yolu. Yol dedik nədir? Sürət vurulsun zaman bərabərdir. Sürət bərabər sürətlidir. Yəni 30 saniyədən sonra da bunun sürəti 12 metr bölünsün saniyə olar. Vurulsun 30 dəqiqə deyir. Mütləq bunu biz 60-a vurmalıyıq. Çünki saniyə çevirməliyik. Bu dedir uşaqlar nə? Bu eləyir 36. 36-nı da vuraq. 36-nı da vuraq. 6-ya eləyir neçə? 216. Dalında da 2 dənə 0 metr və yaxud da 21,6 kilometr. 10-cu suala baxaq. Sürəti azalır. Təcil müsbətdir. Təcil mənfi. Ümumiyyətcə uşaqlar, gəlin bunlara baxın. Baxaq. Bunun qrafiki oxuyaq. Qrafikə görürük ki, 0-dan yuxarıda yerləşir. Deməli, bu x oxu istiqamətində. Və T oxundan uzaqlaşırsa, onda bu nə oldu? Yeyinləşən. Onda adını bir də deyək. X oxu üzrə, X oxu istiqamətində yeyinləşən. Yeyinləşəndirsə, X oxu istiqamətindəsə sürəti 0-dan böyük yeyinləşən. Və yeyinləşən olduğuna görə təcil də ondan eyni olmalıdır. Təcil də 0-dan böyük. İkinci qrafikə oxuyaq. Nə görür uşaqlar? Yenə
X oxu istiqamətindədir. Baxın, X oxu istiqamətində yavaşlayan. X oxu istiqaməti dediyim, onda sürətim sıfırdan böyük. Yavaşlayan olduğuna görə təcillə sürət bir-birinə əks olmalıdır. Üçüncüyə baxıram isə, üçüncü sabit sürətlə konstant və təcilimiz də burada sıfıra bərabərdir. İndi uyğunlaşdıraq. Nə deyir bizə? Təkrar edirəm. Bax, əgər deyirik ki, sürət və təcil eynidirsə, bu yeyinləşən hərəkətdir. Fərqi yoxdur, hər ikisi müsbət və yaxud da hər ikisi mənfi. Bu yeyinləşəndir. Yox, sürətlə təcil əks işarəlidirsə, biri mənfi, biri müsbət. Bu zaman isə yavaşlayan hərəkətdir. Nə dedi? Sürəti artır. Baxdıq sürəti harda artır? Bax burada. Təcili müsbətdir. Təcili müsbət hansında? Elə birincidir. Təcili sıfıra bərabərdir. Axırıncıda. Sürəti artır. Uşaqlar, sürəti azalır. Ay, bu yox. Sürəti azalır, artır oxumuşam. Sürəti azalır. Baxın bu. Sürəti artır. Bu. Təcili mənfidir. Təcili mənfası oldu. İkincidir. İstəyirsiniz təzdən bir də yaxşı çəkmədim. Qarışıqlıq elədim. Təzə baxaq bir də. Sürəti azalır. Baxaq, T oxuna yaxınlaşır dedik. Sürəti azalır. Təcili müsbətdir. Birinci. Təcili sıfıra bərabərdir. Axırıncı bərabər sürətli. Üçüncü. Sürəti artır. Birinci. Təcili mənfidir. İkinci. Bax, bu şəkildə. 10-cu sual idi. Keçdik 11-ci suala. Aşağıdakı kəmiyyətlərdən hansı və ya hansılar sıfır olduqda cismin hərəkət etmədiyini demək olar. Biz bunu görən kimi qaçıb tez yer dəyişməni götürürük. Yer dəyişməni hərəkət etmədiyini deyir. Uşaqlar, yer dəyişmə, bir dənə diqqətli baxaq. Yer dəyişmə A nöqtəsidir, düzdür. Gəldim, çıxdım yenə bura. Oldu mu mənim yer dəyişməm? Sıfır, bəli. Axı, mən hərəkət etmişəm. Axı, mənim müəyyən bir yolum var. Bizdən nə soruşur? Hərəkət etmədiyini demək olar. Deməli, 4-ü götürməyəcəm. Təcil. Təcilimiz uşaqlar sıfırdırsa, bərabər sürətlə hərəkətdir. Bərabər sürətlə hərəkətdə mən müəyyən bir məsafə qət edirəm, yəni yol gedirəm. Deməli, 5-i də götürməyəcəyik. Yola görə sürət və yer dəyişməyə görə sürət. Bax, bu halda yer dəyişməyə görə sürət sıfır ola bilər. Amma mən hərəkət etməmişəm deyə bilmərəm. 2 də olmaz. Yol, bəli. Mən bir nöqtədə dayanmışamsa, bu kəmiyyət mənim sıfırdır. Yolum yəni sıfırdır. Onu bəli deyə bilərəm ki, mən hərəkət etməmişəm. Eyni zamanda yola görə sürətimdə o zaman sıfır olar ki, mən hərəkət etməsəm. Elə bizdə də bunu soruşur. Deyir ki, hansı kəmiyyətlər sıfır olarsa, qəbul etmək olar ki, bu hərəkət etməsin. Yenə deyirəm, yer dəyişmə sıfır olur. Lakin yer dəyişmə sıfır olmağı o demək deyil ki, bu cisim hərəkət etməsin. 12-ci suala baxırıq. Sükunət vəziyyətindən hərəkətə başlayan qarışqanın təcili sükunət vəziyyətindən hərəkətə başlayan qatarın təcilindən böyük ola bilərmi? Uşaqlar, təcili deyir də. Gəlin təcili yazaq. Təcil nə idi? Sürət dəyişməsinin zamana nisbəti. Yəni, son sürət çıxılsın, başlanğıc sürət bölünsün zaman. Uşaqlar, sükunət vəziyyətindən deyir. Yəni, V0 oldu 0. Qaldı mənim düsturum V bölünsün T. Gəlin, indi bizə nə deyir aşağılar? Eyni zamanda, baxın, sükunət vəziyyətindən bir qarışqadır, bir qatardır. 10 saniyə sonra və yaxud da, nə bilim, 20 saniyə sonra hansının sürəti daha çox olacaq? Əlbəttə ki, qatarın sürəti. Yəni, zaman bərabər olanda təcillə sürət necə asılıdır? Düz asılıdır. Yəni, təcilim sürətlə düz asılı. Zaman bərabər olarsa, zamanı mən bərabər götürdüm. Məsələn, 20 saniyədə dedim ki, sükunət vəziyyətindən başlayıb bir qarışqa, bir də qatar. 20 saniyədən sonra onların hansının sürəti daha böyük olar? Əlbəttə ki, qatarın. Onda belə deyərik də. Deməli, dedik ki, təcil sürətlə düz asılıdır. İndi nə deyir? Qarışqanın təcili qatarın təcilindən böyük ola bilərmi? Əlbəttə ki, xeyr. Hansının təcili böyük olar? Qatarın təcili böyük olar. Yəni,
böyük ola bilər və cavabınızı əsaslandırın. Cavabınızı əsaslandırdıq. Çünki zamanı eyni götürəndə müəyyən zamandan sonra əlbəttə ki, qatarın sürəti daha çox olduğundan, təcili də böyük olar. 13-cü suala baxaq. Başlanğıc sürəti 18 metr bölünsün saniyə olan cismin təcili 1 metr bölünsün saniyə kvadratı olarsa 5 saniyə sonra onun sürətini tapın. Təcil düsturundan uşaqlar son sürətinin düsturu necədir? V0 üzərinə gəlsin AT. Nə deyir? Başlanğıc sürəti, yəni V0'ımız olub 18 üzərinə gəlsin. A-mız 1, zamanımız isə 5 saniyə. Bu dedir 23 metr bölünsün saniyə. 14-cü suala baxaq. Eyni yerdən düz xətt üzrə əks istiqamətdə hərəkət edən iki velosipedçidən birinin sürəti 10, digərinin sürəti 12 metr bölünsün saniyədir. 5 dəqiqə sonra onlar arasındakı məsafə nəyə bərabər olar? Deməli, biri gedir, gəlin buna gedək 10 metr bölünsün saniyə sürətlə, biri də gedir 12 metr bölünsün saniyə sürətlə və 5 dəqiqə. Bu dəqiqəni də saniyə çevirsək, 60'a vursaq, edər 300 saniyə. Gəlin görək, birinci göy koftalı oğlan deyək də, L1 deyək, bax, bu yola L1 deyək. L1 nə qədər məsafə gedəcək, nə qədər yol gedəcək? V vurulsun, V1 vurulsun T qədər. V1'imiz neçə oldu? 10 metr bölünsün saniyə, vurulsun 300. Bu dedər 3000 metr. İkinci isə V2T'dən 12 vurulsun 300. Bu dedər 3600 metr. Baxın, bu buradan bura 3600 metr gəlib. Bu isə 3000 metr gəlib. İndi deyək ki, onlar arasındakı məsafə, yəni buradan bura qədər olan məsafə hər ikisinin cəmi o dedər 6600 metr və yaxud da 6,6 kilometr. Onlar arasındakı məsafə. L-Venn diaqramında uyğun fərqləri qeyd edək. Yeyinləşən ola bilər. Uşaqlar, dəyişən sürətli hərəkət yeyinləşən də ola bilər, yavaşlayan da ola bilər. Yəni, sürətim nə olmalıdır? Dəyişən sürətli hərəkətdə sürətim get-gedə dəyişməlidir. Bir dənə buna baxaq dəyişən sürətli hərəkətə. Məsəl üçün, yeyinləşən, zaman keçdikcə dəyişən sürətli hərəkət nə idi? Bərabər zaman fasiləsində müxtəlif yollar qət edərsə. Baxın, uşaqlar, məsəl üçün, bax, gəlir 1 saniyədə 1 dama gedir, sonraki 1 saniyədə 2 dama, sonraki 1 saniyədə 3 dama, sonraki 1 saniyədə 4 dama. Nə oldu? Zaman keçdikcə zamanlarım eyni. Amma məsafələrim görürük ki, artır. Bu necə hərəkət? Bu yeyinləşən hərəkətdir. Yeyinləşən. Biri də var yavaşlayan. Əvvəlcə daha çoxdur, sonra biraz azalır, sonra biraz zaman keçdikcə azalır. Bu da necə hərəkətdir? Yavaşlayan hərəkət. Yəni mənim sürətim hər ikisində dəyişir. İndi suala baxaq. Yeyinləşən ola bilər. Əlbəttə ki, bu dəyişən sürətli hərəkət. Yavaşlayan ola bilər. Bax, bu da dəyişən sürətli hərəkət. Təcili 0-a bərabərdir. Bərabər sürətli hərəkətdə təcil 0-dır. Sürət zamandan düz mütənasib asılı ola bilər. Uşaqlar, sürət zamandan deyil, düz asılı ola bilər. Bu hansıdır? Əlbəttə ki, yeyinləşən, yəni dəyişən sürətli hərəkət. 4 gedir bura. Gedilən yol artır. Hər ikisində arta bilər. Hər ikisində daha doğrusu artır. 5-də ortaya yazırıq. Bitdi mi?